Bu körpə idi atası öləndə. Yaxşı uşaq oldu. Balaca olsa da özündən böyüklərə həmişə hörmət eləyirdi. Kətdə uşaqlarla gedib oynayırdı. Deyirdim, ana, hamının atası alır qucağına. Mənim atam yoxdur axı. Mən deyirdim ki, atam həm mənəm, həm ananam, həm atanam da. Bir dəfə uşaqlarla söhbət düşdü. Yəni biz söhbət eləyirdik müəllim, şagird. Hərə öz gələcəyi üçün də planlarını danışırdı. Seçdiyi yolu, seçdiyi ixtisasdan danışırdı. Kim hansı qrupa, hansı ixtisasa gedəcək. Cavanşir hamımız danışdıq. Cavanşir isə yerdən dedi, müəllim, mənim yolum bəllidir. Bunu hamı bilir. Uşaqlar qayıtdı ki, Cavanşir, sən hansı yolu seçmirsən, bilmək olar. Dedi, bu məlum deyil sizə, mən hərbiçi olacam. Evin böyüyü mənəm. Məndən sonra bir qardaşım var. Ondan sonra balacamız şəhid qardaşımızdır. O həmişə Dəzəl deyəndə ki, yəni belə deyim də, deyib gülən idi. Deyib gülən uşaq idi. İştək uşaq idi. Çox vətənpərvər oğlan idi. Demək olar ki, məktəbin bütün vətənpərvərlik tədbirlərində birinci yada düşən şagird Cavanşir idi. Çünki onun hərbi forması da var idi. Bütün tədbirlərdə o hərbi forma ilə, bayraqla çıxış edirdi. Hətta rayon miqyasında olan tədbirlərə də aparırdıq onu özümüzlə. Çox gözəl təmsil eləyirdi məktəbimizi. Cavanşirlə özümüz uşaqlıq dostuyduk. Daha sonra orta məktəbdə bir yerdə təhsil aldıq. Cavanşirin özü şəxsiyyətcə mərd, dözümlü, iradəli, qayğıkeş, zəhmətkeş şəxsiyyət kimi məndə təəssürat yaradıb. Daha sonra isə Cavanşir orta məktəbi başa vuraraq hərbi xidmətə yollandı. Hərbi xidmətdə Cavanşirin yanına ziyarətə getdim. Hərbi hissə komandirlərindən Cavanşirə təşəkkür, nizam-intizamlı olduğu üçün təşəkkür verilmişdi. Bir dəfə yadımdadır, otağımda bir şəkil, tarix otağında bir plakat hazırlamışdıq. İşğal olunan torpaqlarımızla bağlı. Bu plakatı divara asmaq lazım idi. Cavanşir otağa birinci daxil olduğuna görə plakatı götürdü ki, müəllim, mən asım, dedim, buyur. Birdən çöndü arxaya, uşaqlara dedi ki, bilirsiniz də uşaqlar, bu plakat müvəqqətidir. Bir neçə ildən sonra müəllim bunu dəyişəcək. Çünki biz, Allah qoysa, biz ermənidə torpaqlarımızı qoymayacağıq qala, onları geri alacağıq. Müəllim də bu plakatı təzdən yazacaq. Mən, elə uşaqlar da güldü, biz də güldük. Yəni, mən o an düşünə bilməzdim ki, elə bu tarixin yazılmasında iştirak edənlərdən biri də Cavanşir olacaq. Orta məktəb illərində İmran müəllimlə birlikdə Cavanşir rayonda keçirilən hərbi oyunlara hər il gedirdi və qalib çıxırdı, birinci yerə çıxırdı hərbi oyunlarda. Elə o vaxtdan Cavanşirdə hərb sənətinə böyük maraq yarandı və həmişə də bizim yanımızda hərbidə qalib işləyəcəyini, hərbi xidmətdə müvəffəqiyyət qazanacağını deyirdi. Ətrafındakı dostları həmişə vətənpərvərlik haqqında danışırdı, vətəni sevmək haqqında danışırdı. Daha sonra isə hərbi xidməti başa vurub, öz kəndinə qayıtdı. Ondan sonra isə biz Cavanşirlə söhbət etdiyimiz vaxt ərzində Cavanşir hərbinin onun həyatının bir hissəsi olduğunu mənə dedi və hərbisiz yaşaya bilməyəcəyini dedi. Məktəbdən sonra mən ümumiyyətlə bu yolu həmişə bu küçəni keçib gedirəm, evimizə həmişə bu küçə ilə gedirdim. Demək olar ki, hər gün səhər-səhər Cavanşir məktəbi qutarandan sonra bir neçə ay o hərbi xidmətə gedənə qədər kəndin qazlaşdırılmasında iştirak elədi. Orada fəhlə kimi çalışırdı. Hər səhər o işə gedəndə, mən də məktəbə gedəndə rastlaşırdıq. Demək olar ki, bu kəndin hər bir evində onun əl izi var. Hər bir evdə, hər bir divarda onun əl izi var. Çünki o hərbi xidmətə gedənə qədər o qaz idarəsində çalışdı və elə oradan da hərbi xidmətə yola düşdü. Axırıncı dəfə gedəndə dedik, gördüm, mənə gülə-gülə yaxınlaşdı. Dedi ki, müəllim, bəlkə görüşək, mən bir neçə gündən sonra hərbi xidmətə gedirəm. Cavanşir elə bir
hərbi hissəyə getməkdən əvvəl mənimlə görüşdü. Dedi ki, mən müddətdən artıq hərbi xidmət eləmək istəyirəm. Mənlə getdik, sənədlərimi verdik, qəbul oldu. Qəbul olandan sonra ön postda erməni ilə həmişə gəlib deyirdi ki, 70-80 metrliyindəyəm. Orada snayperçi idi. İşlədiyi müddətdə də çox danışmırdı, evdə mamamın yanında danışmırdı çox. O da biraz xəstədir, onu danışmırdı ki, biraz şəkər zadı qalxarını danışmırdı. Belə aramızda danışırdı, deyirdi ki, pozurlar, postu pozurlar, bizə də əmr gəldi, cavab ateşindən sustururuq. Narahat idim. İntihası bir şey var idi, elə narahat idim, gəlirdi, gedirdi, görürdüm. Elə bir 2 həftədən bir şey gəlirdi, gələn kimi qapına da çıxırdım, mama. Çıxırdım, deyirdi ki, mən gəlirəm, gəl qabaq. Cavanşir zəng elədi, dedi ki, yaxşı xidmət elədiyimə görə komandirlər məni göndər gizlici kursuna. Axşam idi, gəldi, sağollaşdı bizdən. Elə nə vaxt deyirdim, amma gizli oxumaq istəyirəm. Deyirdim, bala, qayıt dedi ki, mama, ürək arzumdur, qoy gedib oxuyam. Bir zaman gördü ki, axşam idi, saat artısı 6-5 olardı. Gəldi sevinə-sevinə, sumkasını qoydu yerə, papağını satdı, mama, sana şad xəbər verim. Mən ona da demişdim ki, qoymayacaqdım. Sonra dedi ki, mama, mənim öz arzumdur. Mən gizir olmaq istəyirəm. Gəldim, mama, icazə versən, gedim oxumağa. Dedim, bala, necə istəyirsən, sənin ürəyindən olsun. Ürəyindən olsun, ged oxu. Müharibədən öncə gizirlik kursuna getdi şəhərə. Ay yarım kursda olandan sonra bir gün kətdə idim. Mənə zəng elədi ki, hardasan? Dedim ki, kətdə. Dedi ki, əmi, gələ bilərsən marketin yanında, orada dərzi sexi var. Özümə gizirlik almışam, rütbəmi tikdirmək istəyirəm. Gəldim, dərzi sexində görüşdük. Dedi ki, kursumu yarımçıq saxlayıblar, gəlmişəm. Çox sevincə idi. Dedi ki, gizir formamı tikdirib qayıdıram. Gördüm, biraz da kursdan gəlmişdi, biraz sınıxmışdı. Dedim, gedək görək, yeyək. Dedi, yox. Qayıtmalıyam hərbi hissəyə, Füzulidə sənədlərimi götürüb getməliyəm öz hərbi hissəmizə. Sentyabrın 27-si səhər-səhər döyüş başladı. Döyüş başladı, irəlilədik. Mən özüm topçu olmuşam, biz çox irəliləyə bilmirdik. Yəni, eşitirdikdə məlumat alırdıq. Əsgərlərimiz irəliləyirlər, torpaqları qaytarırıq. Əvvəl snayperçi idi. Sonra getdi gizirlik kursuna, desant manqo komandirliyini oxudu, gəldi desantçı kimi. Sonra getdilər döyüşə. Zəng vurub danışırdıq, deyirdi, yaxşıdır vəziyyət, narahat olmayın. Müharibəyə başladığım müddətcə də mən Cavanşir ilə əlaqə saxlayırdım mütəmadi olaraq. Ancaq Cavanşir ilə daha sonra əlaqəmiz kəsildi, əlaqə saxlaya bilmədim. Sonra mənə zəng vurdu, səhər tezdən iradələrində. Mənlə danışaraq, əvvəlcə mən onun necə olduğunu soruşdu. Mənə özündən müğayət olmağımı söylədi. Axırıncı gün oğlumla səhər-səhər tezdən elə bir sinifdə oxuyublar da, onunla danışdı. Dedi ki, ata Cavanşir zəng eləmişdi. Qaçdım, dedim, ver danışım. Dedi ki, ara qarışdı, danışa bilmirəm. Ondan sonra nə qədər zəng elədim, zəng çatmadı. Bəli, biz də yəni verilən hədəfləri vururdıq, görsənən hədəfləri.
Yəni düşmən mövqelərin, tankların, maşınların nə hədəf görürdüksə, göstərirdilərsə vururdu onlar. 44 günlük müharibədə çoxları belə deyək də, bəlkə də belə deyək, təəccübləndi ki, bu uşaqlarda bu vətənpərvərlik sevgisi, bu torpaq istəyi hardan yaranıb? Amma biz bunu bilirdik. Çünki bizim uşaqlarımız o ruhda böyüdülər, o ruhda tərbiyə aldılar. Türkçülük, Azərbaycançılıq, yəni balaca uşaqlarımızı, lap o 1-ci sinifə gələn şagirdimizi də dindirəndə onlar vətənpərvərlikdən, torpaqdan bəhs eləyirlər. Yəni bizim xalqımız, bəlkə də yeganə xalqıq ki biz müharibəyə sevinə-sevinə getdik. Çünki niyə? Çünki biz o günü çoxdan gözləyirdik. Eləcə də bax, oğullarımız, o şəhid olan igidlərimiz, onlar da o ruhda tərbiyə olunmuşdular. O günü səbirsizliklə gözləyirdilər. Cəmaatın burada əhval-ruhiyyəsi bizə qarşı, ordumuza qarşı ruh yüksəkliyi bizə də canfəşanlıq verirdi. Biz daha da irəli getmək istəyirdik. Hətta Ermənistanı gəlib almaq istəyirdik. O dərəcədə. Bunlar həmlədə olublar, ön hissədə həmlə. Bunun çəkilişləri də var idi. İndi bu sonradan bu telefonun da qalıb erməni postlarını belə almaqsa. Bir də mən zəng eləyəndə dedim ki, sən bu telefonu harda bateriya qoysan? Dedi ki, bu şərəfsizlərin, həmişə ermənilərə şərəfsiz deyirdi. Dedi, bu şərəfsizlərin günəş bateriyasından işləyən enerji şeyləri var. Oradan dedi, onların postunda dedi, aldığımız postlarda telefonumuzu elə bir ki, bateriya qoyuruq da. Getdilər nəsə 29 idi. Axşam idi, zəng elədi ki, hər şey yaxşıdır, bir neçə post almışıq, irəliləyirik. 30-u yenə danışdıq bundan, zəng elədim, danışdım. Dedim, nətərdir vəziyyət? Dedi, bir post almışıq, bir kənd almışıq, irəliləyirik yavaş-yavaş. Ayın oktyabrın 1-i idi. Zəng elədi, öz zəng elədi, oktyabrın 1-i. Mənim ad günüm idi oktyabrın 1-i. Zəng elədi, məni təbrik elədi. Dedim, özündən müğayət ol. Belə dedi, narahat olma, hər şey yaxşıdır. Ayın ikisi idi, yenə danışdıq bundan. Dedi, erməni qabağımızdadır, qaçırlar, biz də düşmüşük dalına. Gülə-gülə danışırdı telefonda. Dedi, ermənilər qaçırlar, biz də düşmüşük dalına, hamısını vururuq, öldürürük. Biz o danışdıq. Ayın 3-ü idi. Biz danışa bilmədik, eşitdik ki, sinif yoldaşından. Ayın 3-ü tezdən danışıblar. Sinif yoldaşından danışıb. Biz danışa bilmədik, zəng elədik, telefonu bağlı idi. Sonra axşam çağı idi, ayın 3-ü. Kənd Sovetliyinə deyilib ki, şəhid olub da, Əzimov Cavanşir şəhid olub. Axşam idi, saat 9 idi, belə 8 idi, bizə demədilər. Yəni evdə ağır xəstə olduğumuz üçün bizə demədilər. Tezdən idi, saat 9 olardı. Kənd Sovetliyə gəldi, Cavanşir şəhid xəbərini dedi. Mən yerimi demirdim, haradayam. İkimizə Füzulidə idik, bilmirdik, amma hansı istiqamətdə idik. Hərəmiz ayrı-ayrı yerlərdə döyüşürdük. Sonra mənim yerimi bir təhər öyrəndilər, mən məzuniyyətə çıxartdırdılar qardaşıma görə. Dəfnində iştirak edəmədim, 7-sinə gəldim. Ondan sonra nə qədərsə elədim, kimə dedim, mən aparmadılar irəli. Dedilər, cənab Prezident İlham Əliyevin qərarı var ki, şəhid qardaşları getməsin döyüşə, qalsın arxa cəbhədə kömək eləsin. Bunun elə bil ki, döyüş yoldaşlarından bunlar öndə olublar, şəhid olublar. Onlar minamyot mərmisindən şəhid olublar. Posta alıblar, onları mən təsadüfən maşına bir nəfər götürmüşdüm, soruşdum, maraqlanla həmişə öyrənmək istəyirəm. Dedi ki, Cavanşiri deyirsən, dedi ki, ayrı oğluydu, bir oğluydu. Dedi, posta alıblar, erməni postlarını alıblar. Kənara çəkilib, elə bir ki, bir fasil olanda minamyotla vurublar bunlar. Birinci Xaçın tərəfdə idilər. Xaçın Xocavənd tərəfdə idilər. Ayın 29-u idi. 29-u idi, zəng elədi mənə, dedi, biz gedirik Füzuliyə. Gedirik Füzuliyə, orada döyüşməyə gedirik. Getdilər Füzuliyə, Füzuliyə getdi, elə maşında gedirdi, elə axırıncı videosu da var. Orada çəkib, deyir, orada çəkdi, deyir ki, özdən müğayət olun, Allah amanında biz getdik. Salamünaleyküm, salamünaleyküm. Nətərsiz? Salamünaleyküm, nələr bəlkə? Özdən müğayət olun.
Bizim birinci Şahsevən kəndində qardaşımla bərabər 14 şəhid oldu. Şəhidlər Məmmədov Emin Faciloğlu, mənim iş yoldaşım olub. Sonra Quliyev Murad Şahinoğlu, mənim kurs yoldaşım olub. Abbasov Elşən Qurbanoğlu, mənim sinif yoldaşım olub. Bizim kəndin şəhidlərinin igidliklərini saydıqca bitməz. Hamısı çox qəhrəmancasına döyüşüblər, çox güclü vuruşublar. Hamısı da irəlidə gedirdi ki, o torpaqlarımız azad olunsun. Bizdən sonra biz şəhid olaq, bizdən sonra Azərbaycan xalqı, analarımız, bacılarımız, yaşlılarımız, uşaqlarımız hamısı dinc firavan yaşasınlar. Hamısı tanıdığım uşaqlar idi. Çox çevik, cəsur oğlanlar idi. Həmişə belə vətənpərvər uşaqlar idilər. Məsələn, o İmran müəllimin özü idman müəllimi, idmanda meyilli idi, xüsusi təyinatlı idi. Yəni ki, şəhid oldu. O cümlədən İmran simasında Allah bütün şəhidlərimizə rəhmət eləsin. Beyləqandan Vətən müharibəsi qəhrəmanı Mahir Məmmədov Elbrus qardaşımla bir yerdə şəhid olub. Bir gün neytralda qalıblar. Qardaşımın kombatı olub. Bir gün neytralda qalıblar, 6 nəfər olublar. Düşmənin arxa tərəfində keçərkən şəhid olublar. Bir gün neytralda qalıblar, sonra çıxarılıblar. Bugün də biz onlarla, o şəhid ailələri ilə, qaziləri ilə, qazi ailələri ilə, qazilərimizin özündən əlaqələrimizi saxlayırıq. Bilirsiniz, onların şəhidlərimiz də qəbirstanlıqda bir yerdə dəfn olunublar. Gedirik tez-tez o şəhidlər xiyabanı deyirik biz ora. Gedib onları orada ziyarət edirik. Şəhidlərimizin adına açılan bulaqları ziyarət edirik. Orada şagirdlərimiz şeir deyirlər. Vətənpərvərlik mövzusunda çıxışlar eləyirlər. Yəni, əlimizdən gələn qədər vətənpərvərlik ruhunu təbliğ edirik. O qədər hərbini xoşlayırdı ki, aldığı maaşı ancaq formaya verirdi. Belə əşyalar görürsünüz də, bunun hamısı özü alırdı, yəni istifadə olunmurdu. Alırdı, qoyurdu evə, alırdı, qoyurdu. Dedi, mən xoşum gəlir. Dedi, məsəl üçün, neçə cür belə lapatkalar alırdı. Sonra yağışdan qorunmaq üçün alırdı, atırdı evə, alırdı, qoyurdu evə. Yəni, hamısı istifadə eləmirdi. Qoyurdu evə, deyirdi, mən xoşum gəlir, belə şeylərdən alıb yığırdı evə. Ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Bir də ki, Füzuli medalı ilə, Füzulidən azad olunması medalı ilə təltif edildi. Torpaq qeyrətimdir, vətən namusumdur. Şəhidin silinməz adıymış kimi. Mən də öz borcumu qaytardım ana, düşmənə dağ çəkdim. Cavanşir mübarək kimi. Ana, sil gözünə rəmənsam, şada bülbüləm Laçında dağam. Sıcanma görmüşəm tüpüzü ömrüm, mən şəhid olmuşam, cənnətdə bağam. Oğlumun uşağıdır, nəvəmdir. Elə onun atasının adını qoyulur, Calaldır. Bu bunu oxşuyur. Deyirdi mama, deyirəm ha. Bu Calal mənə oxşuyur, atamdır, mənə oxşuyur. Deyirdim, elə bil ki, sənin xırdalıqlığındır. O elə bil, o uşaq götürübdür. Bu əmimin tapancası, gerçək tapancası. Əmimin şərtidir. Əmimin şərtidir. Əmi, baxayım. Bir dakika. Küçəmizin çıxışında bir bulaq düzəltdik qardaşımın adına. 12 metr uzunluğunda bulaq düzəltdik, bayraq bulağı. Onu düzəltdik, sonra onu elə böyründə mənəcaq düzəltdik. Onun da böyründə böyük bir öz şəklində, plakatın adını düzəltdik beləsinə.
bu otağı artırdıq. Mamın istəyindən mam dedi ki, bu muzey, oğluma bir muzey düzəldik. Mən də elə Cavanşirə verilən vəsait pulu getdi, buranı artırdıq. Bu muzey kimi düzəltdik. Hamısını düzəltmişik Cavanşirin. Şəkilləridir, öz belə plakatıdır. Axırıncı dəfə Cavanşirin şəhid olanda əşyalarını gətirdilər, bizə verdilər, təhvil verdilər. Cibində corabı var idi, yəni salamat corabı, yəni işləməyən corabı idi, cibində idi. Onda qəlpə izləri var idi. Sonra qollarında qırmızı kant vurulur. Qırmızı kant, onu bizə təhvil verdilər. Onda da qəlpə yaraları var idi. Cibindən pul çıxmışdı, 5 manatda qəpik pullar çıxmışdı. Qəpik pulda qəlpə nətə dəymişdi, qəpik pul biraz zədələnmiş fason idi. Hamısı muzeyimizdədir.